Gündə bir ad dəyişən əşarilər və Türkiyədəki hocaları əvvəlki kimi rəzil oldular. Cəmiyyətimizdə Allah Teala haqqında bəzi xoşagəlməz fikirlər mövcuddur. Allah göydən baxır, o göydəki Allah'a and olsun və s. Cenab-ı Hakk'ı anlatmaya çalışıyoruz. Göktedir diyoruz. Bu aklın, mantığın, firasetin, nasların asla kabul etmeyeceği bir şey. Allah göktedir. Sorsan ona bu gök neresi? Hani yukarı diyoruz ya. Allah Teala buyurur ki, göydə olanın, Mülk surəsində, göydə olanın ha, belə sənin istədiyindir. Göydə olanın yeri titrədib sizi onun dibindən keçirməyəcəyinə, göndərməyəcəyinə əminsiniz. Onda Allah Teala burada xoşagəlməz fikirlər işlədi. Bütün təfsirçilər deyirlər ki, göydə olan yəni Allahdan gelir. Sonra Allah Teala 17-ci ayəsində deyir. Göydə olanın, yəni səni batil olduğunu Allah Teala bir daha sübut etmək üçün deyir ki, göydə olanın sizin üstünüzə daş yağdıran bir yer göndərməyəcəyinə arxayınsınız Allah Teala. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, yerdə olanlara rəhm edin ki, yerdə olanlara rəhm edin ki, səmada olan da sizə rəhm etsin. Peyğəmbər sallallahu əleyhi və səlləm xoşagəlməz söz işlədi ya. Bir neçə bunun izahını verdi. Burada Allah Rasulü nə edir ki, mən nəsə bilmirəm, mənə izah elədi bunu. Sonra Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, siz mənə iman gətirmirsiniz? Mən səmada olanın əminiyəm. Səhər və axşam mənə səmalardan xəbərlər gəlir. Bir neçə bunu izah edək. Niyə görə Peyğəmbər sallallahu əleyhi və səlləmin sözlərinə xoşagəlməz fikirlər deyirsən? Utanmasan sən. Ağzın südələ vurun, ağzından süd izləyir. Çıxın zaman əqidə batil olanda səhər kimi gündə bir dənə fikirləşirsiniz. Və bir dəfə yazır əşarə mədrəsəsi, məfrud mədrəsəsi, hamısı bizim əşarəsən də gündə bir dənə niyə çıxardı sözü. Və bir də kəlməvizə bütöv olanda sözünüzün üstündə durun. Demişsiniz axı çıxıb danışmayacaq. İmam Əbu Hanifə rəhməhullah bilirsiniz ki, Fiqhul Əkbar, həmçinin Fiqhul Əbsat kitabları var, tərcümə eləmişik, istəyənlər götürüb oxuya bilərlər. Deməli Əbu Muqti deyir ki, İmam Əbu Hanifədən soruşdum ki, mən Rəbbimin səmada yoxsa yerdə olduğunu bilmirəm deyən kimsə barəsində nə deyirsən? Dedi bu kimsə kafir olur. Xoşagəlməz fikirlər deyir İmam Əbu Hanifə. Çünki Allah Subhanahu taala buyurur ki, Rahman ərşə istiva etdi. Onun ərşi isə, baxın ha, İmam Əbu Hanifə deyir, 7 səmanın üstündədir. Xoşagəlməz fikirlər. Mən dedim ki, məgər o ərşin üzərindədir dediyi halda bilmirəm ərş səmadadır yoxsa yerdədir. Onda necə olur? Deyir ki, yenə də kafirdir. O Allahın səmada olduğunu inkar edir. İmam Əbu Hanifə deyir ki, xoşagəlməz fikirlər deyir. Səndən xahiş edirəm ki, o hocalar bu baxır sifildir sonra fiqh dində o Ramazanda deyir, bir dənə bir yerə toplanın. Bir dənə xahişim var, bir dənə bu videonu mən cavab verin.